1875-ci ildə Şuşada anadan olan Cəmil Əmirov ilk təhsilini mədrəsədə alıb. 12 yaşı olanda atası vəfat edir. Özündən kiçik bacılarına baxmaq üçün təhsilini yarımçıq qoyur. Anası yaxşı xanıma kömək etmək məqsədi ilə müxtəlif işlərdə çalışır. O toylarda xanəndə və tarzənlərin ifalarına qulaq asmağı çox sevirdi. Cəmil o dövrdə Şuşanın məşhur dərzisinə çevrilmişdi. Bir dəfə yanına gələn tarzəndən ona tar çalmağı öyrətməsini xahiş edir. Sonra musiqişünas Mir Möhsüm Nəvvabdan muğamın sirlərini öyrənir. Cəmil Əmirov 1907-ci ildə ailəsi ilə Gəncəyə köçür. Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Bülbülü, Seyid Şuşinskini el şənliklərində tarda müşayiət edir və məşhurlaşır. Tezliklə mahir tarzən və xanəndə kimi ad çıxarır. Xalq arasında deyirdilər ki, Məşədi Cəmili məclisinə dəvət edən uduzmaz. O, qarmon, kamança, skripka və fortepianoda ifa etməyi də öyrənmişdi. 1910-cu ildə Riqanın qramofon şirkətində Cəmil Əmirovun da iştirakı ilə Azərbaycan muğamı və xalq mahnıları vala yazılır. O, 1911-ci ildə Türkiyəyə gedir və İstanbulda 2 il musiqi təhsili alır. Avropa və Şərq bəstəkarlarının əsərləri ilə tanış olur. İstanbulda konsertlər verir, milli musiqimizi təbliğ edir. Türklər tarın sinə üstə ifa edildiyini ilk dəfə Məşədi Cəmildə görürlər. Musiqi tariximizdə ilk dəfə muğamları nota salan Cəmil Əmirov olub. 1912-ci ildə İstanbulda yaşadığı dövrdə Heyratı muğamını nota salır. Türkiyədə oxuduğu illərdə ud və kanunda ifa etməyi də öyrənir. Gəncəyə qaydanda hər iki musiqi alətini də özü ilə gətirir. 1913-cü ildə Gəncədə aparıcı musiqiçilərin iştirakı ilə şərq konsertləri verir. Türk mahnıları oxuyur, kanun və udda ifa edir. O, eyni konsert proqramı ilə Tiflisdə də çıxış edir. 1913-cü ildə Şuşada Tərzən Məşədi Cəmilin də iştirakı ilə Üzeyir Hacıbəylinin Leyli və Məcnun muğam operasının premyerası baş tutur. 1915-ci ildə qədim ərəb nağılı əsasında yazdığı Seyfəl Mülk tamaşası Gəncədə nümayiş etdirilir. Tamaşanın rejissoru Sidqi Ruhulla, dirijoru isə Məşədi Cəmil idi. Seyfəl Mülk Gəncədə nümayiş edildikdən sonra Tiflisdə də səhnələşdirilir. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavadoğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarların yetişməsində Məşədi Cəmilin böyük rolu olub. O, Azərbaycanın ilk hərbi marşının müəllifidir. – 1919-cu ildə Gəncədə uşaq xorunun ifasında təqdim olunan marşın solisti gənc Bülbül idi. Məşədi Cəmil 1919-cu ildə Dürdanə xanımla ailə qurur. Onların bu nigahdan 6 övladı dünyaya gəlir. 1920-ci ildə Üzeyir Hacıbəyli və Məşədi Cəmilin təşəbbüsü ilə Gəncədə musiqi studiyası açılır. O, bir il sonra Gəncədə ilk musiqi ansamblini yaradır. 1923-cü ildə isə musiqi studiyasının nəzdində məktəb açılır. 4 il sonra bu məktəbin bazasında musiqi texnikumu yaradılıb. Məşədi Cəmilin oğlu Fikrət Əmirovla yanaşı Qəmbər Hüseynli, Telman Hacıyev və başqaları bu təhsil ocağında oxuyublar. Məşədi Cəmil Əmirov 1928-ci ildə 53 yaşında vəfat edib və Gəncədə dəfn olunub. Atası rəhmətə gedəndə Fikrət Əmirovun 6 yaşı var idi. Dürdanə xanım övladlarını çox çətinliklə böyüdür və hamısına təhsil verir.
Məşədi Cəmil Əmirovun səhnələşdirdiyi Seyfəl Mülk və Namuslu Qız tamaşaları təəssüf ki, bu günümüzə çatmayıb. Məşədi Cəmil Əmirovun oğlu Fikrət Əmirov Azərbaycan musiqi xəzinəsinə onlarla gözəl əsər bəxş edib.